6 avqust 2026-cı il tarixində İsmayıl rayonu Topçu kəndi yaxınlığında 6 saylı regional meşə təsərrüfatı mərkəzinin Qalınçaq meşəbəyliyinin 3 saylı dolayında meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə keçirilmiş praktik təlimində iştirak etmişlər. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi, İsmayıllı Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, 6 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsi, 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Şahdağ Milli Parkının əməkdaşlarının iştirak etmişlər. Həmin tədbirin məqsədi maarifləndirici xarakter daşıyırdı. İndi isə həmin tədbirdən hazırlanmış rəsmi hissəni sizə təqdim edirik. Qeyd edək ki, tədbirdə iştirakçıların peşəkarlığı xüsusi diqqət çəkmişdir və tədbir möhtəşəm şəkildə həyata keçirilərək sona yetmişdir və az sonra, hörmətli izləyicilər, biz həmin tədbirin əsas hissəsini, yəni praktik təlim gedən hissəni sizlərə təqdim edəcəyik. Lütfən yayımı bəyənin, paylaşın, kanalımıza abunə olmağı unutmayın. Qonşularımız Şahdağ Milli Parkının əməkdaşlarını və eyni zamanda həmkarlarımız Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndələrini, işçilərini, əməkdaşlarını salamlayıram. Yığılmağımızın məqsədini, tədbirimizin məqsədini istifadə edib demək istəyirəm. Meşə yanğınlarına qarşı mübarizə tədbirləri aparılmaq məqsədi ilə 5 nazirlik, Fövqəladə Hallar, Ekologiya, Su və Meliorasiya Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi arasında tərtib edilmiş tədbirlər planı var. Bu tədbirlər planının həyata keçirilməsində əsas yükü daşıyan Fövqəladə Hallar Nazirliyi və Ekologiya. Tədbirin də məqsədi Respublikanın meşələrində və xüsusi mühafizə olunan digər ərazilərində meşələrin yanğından qorunması, meşələrin yanğınlarına qarşı tədbirlərin həyata keçirilməsidir. Biz ki, dünyada 4,2 milyard hektar meşə sahəsi var. Hər il onlardan təxminən 10-15 milyonu məhv olur. Məhv olmanın da əsas və başlıca səbəbi meşə yanğınları. Yəni, meşə yanğınları bir qlobal, böyük bir təhlükədir. Müqayisə üçün deyim ki, Azərbaycanın meşələri 1 milyon 200 mindir. Təsəvvür edin ki, ildə bundan 10 qat artıq meşələr dünyada yanğın nəticəsində məhv olur. Orta yaşlı bir meşənin 60-80 yaşında bir meşənin yetişməsi üçün orta yaş səviyyəsi deyilir. Bura deyildiyi kimi 60-80 il vaxt lazımdır. Daha çox, deyək ki, 81 metrə, 70 santim diametrdə olan ağaçların olduğu meşələrin yetişməsi üçün daha çox, 100-150-200 il vaxt lazımdır. Təsəvvür edin ki, bunlar bir neçə saatin içində yanır, olur, məhv olur və yetişməsi üçün də tekrar qayıdıb əvvəlki vəziyyətə gəlməsi üçün dediyim qədər müddət vaxt lazımdır. Respublikamızın meşələri baxmayaraq ki, azdır 1 milyon 200 min hektardır, amma çox qiymətli, eyni zamanda çox qiymətli su qoruyucu, torpaq qoruyucu, iqlim tənzimləyici, rekreasyon əhəmiyyəti olan meşələrdir. Həm də cins tərkibinə görə çox qiymətli relikt, endemik ağac növlərinin olduğu bir meşələrdir. Bunları da mühafizə etmək hamının, hər bir vətəndaşın, bizim isə birbaşa həm vətəndaş ordumuzu, həm də vəzifə borcumuz. Təbii yolla Meşə yanğınlarının söndürülməsi, meşə yanğınlarının bizim tərtib edilmiş plan barədə danışmaq istəyirəm, tədbirlər planı. Tədbirlər planı 2 hissədən ibarətdir. Birinci hissə meşə yanğınlarının baş verməməsi üçün profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir. Profilaktik tədbirlər özünü maarifləndirmə, əhali ilə maarifləndirmə maarifləndirici işlərin aparılmasından başlayaraq əhatə eləyir qoruyucu zolaqların çəkilməsi meşə yanğınlarından, meşə yanğınlarına qarşı müşahidə postlarının təşkili, nəzarət postlarının təşkili, Fövqəladə Hallar Nazirliyinə aparılan mütəmadi birgə tədbirlər və s. Bir də ikinci hissə əhatə edir, bilavasitə yanğın hadisəsi baş verdikdə biz istənilən nə qədər qabaqlayıcı tədbir keçsək də belə var ki, yanğınlar baş verir, bizim iradəmizdən asılı olmaz və
o yanğınların bilavasitə söndürülməsinin praktik təlimi keçirilir və bu o təlimlərdən biridir. Mən bir daha hamınıza çətin və şərəfli vəzifəmizdə meşələrimizin, təbiətimizin qorunmasında, xüsusilə yanğınlardan qorunmasında hamınıza uğurlar arzulayacağım. Qüvvə arzulayıram, sağlamlıq arzulayıram. Bugünkü tədbirimizdə əminəm ki, uğurla keçəcək. Mən istəyirəm sözü verəm Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Natiq müəllim. Buyurun, Natiq müəllim. Hörmətli tədbir iştirakçıları, biz də sizi təmsil etdiyimiz regional mərkəzin həm rəhbərliyi adından, bütün kollektiv adından salamlayırıq. Bugünkü tədbirin mahiyyəti olduqca böyükdür. Ümumilikdə yanğınlar fövqəladə halların bir növüdür, ancaq ən geniş yayılmış növüdür. Fövqəladə hallarla mübarizə bütün dünya praktikasında 3 istiqamətdə həyata keçirilir. Birincisi, baş verə biləcək hadisələrin, fövqəladə halların qarşısının alınması. İkincisi, fövqəladə hallar baş verdikdə və yaxud baş vermə ehtimalı yarandıqda çevik və düzgün reaksiyanın verilməsi. Artıq üçüncüsü, baş vermiş fövqəladə halların nəticələrin aradan qaldırılması. Ümumiyyətlə, bizim əsas məqsədimiz, əsas amalımız baş verə biləcək fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilir ki, biz elə çalışaq ki, hadisələr baş verməsin, fövqəladə hallar baş verməsin, o cümlədən yəni yanğınlar baş verməsin. Bunun üçün bizim üzərimizdə bir çox vəzifələr düşür ki, onları vaxtında və düzgün yerinə yetirməlidir. Ümumiyyətlə, meşə yanğınları, təbii meşə və çöl yanğınları kimi təbii fəlakətlər növünə də aid. Yəni, bəzən insan amilinin rolu olmadan da meşə yanğınları yarana bilir. Ancaq statistikaya nəzər salında biz görürük ki, bu kimi hadisələr çox nadir hallarda başlayır. Yəni, uzun sürən quraqlıqdan sonra ildırım çaxması nəticəsində onun ardınca yağış yağmazsa, təbii meşə və çöl yanğınları baş verir. Təəssüflər olsun ki, baş verən meşə yanğınlarının böyük əksəriyyətdə insan faktoru izi görünür. Yəni, insanların bilməyərəkdən, diqqətsizlikdən, naşılıqdan və s. kimi, yəni bu kimi hərəkətlərdən nəticə etibarilə meşə yanğını yaranır. Ümumiyyətlə, meşə və təbii meşə və çöl yanğınlarından başqa yerdə qalan yanğınlar texnogen qəzalara aiddir. Texnogen qəzalar ümumiyyətlə insan amilinin mənfi rol nəticəsində yaranan qəzalardır. Və biz arzu edərdik ki, meşə yanğınlarında heç vaxt insan faktoru olmasın. Yəni, bunun qarşısını almaq tamamilə mümkündür. Bunun qarşısını almaq üçün yenə də baş verə biləcək hadisələrin qarşısını almaq üçün görüləcək birinci addım təbliğatdır. Biz əminik ki, heç bir vətəndaş bilərəkdən hər hansı bir meşə yanğınına səbəb olmaz. Çünki təbiəti yandırmaq elə özünü yandırmağa bərabər bir işdir. Bu sadəcə olaraq təbiət qoynunda istirahət edən, təbiət qoynunda müəyyən işlərlə məşğul olan insanların bəzən orada dincəlmək məqsədi ilə və yaxud qidalanmaq məqsədi ilə hər hansı bir ocağın, tonqalın yandırıb sonradan nəzarətsiz qoyması nəticəsində bəlkə də onu söndürüb, ancaq tam söndürməyinə əmin olub, nəticə etibarilə bəlkə də tam söndürülməyib. Yəni, bu kimi hadisələrdən böyük meşə yanğınları yaranır və onu həm söndürmək, bilirsiniz ki, çətin olur. Çünki bizim ərazimizdə xüsusən olan meşə zolaqlarının böyük əksəriyyəti, qoruq əraziləri dağlıq, çətin relyef olan ərazilərdədir. Orada həm şəxsi heyətin, həm texnikanın hərəkət etməsi, meşə yanğınlarının söndürülməsi çox böyük əziyyət bahasına başa gəlir və müəyyən qədər vaxt lazım olur ki, həmin vaxt müddətində də kifayət qədər zərər dəymiş olur. Bu nöqteyi nəzərdən ilk növbədə çöllükdə əhali arasında, çöllükdə meşə arasında yaxın yaşayan insanlar arasında, istirahət edən insanlar arasında hər birimiz tərəfindən mütəmadi təbliğatın aparılması, söhbətlərin aparılması nəticə etibarilə çox gözəl effekt verir və bu günə qədər də verir, biz bunun şahidi olmuşuq. Və ikincisi, hadisələr baş verdiyi zaman düzgün və çevik reaksiyanın verilməsi də məhz bu kimi təlimlərdən, tədbirlərdən çox asılıdır. Çünki təlimlərdə öyrədilən hər hansısa bir gedişat hadisə zamanı çevik reaksiya verilməsinə və nəticə etibarilə hadisələrin qarşısının alınmasına, vaxtında söndürülməsinə çox gözəl xidmət edir. Bu nöqteyi nəzərdən bugünkü tədbirin təşkilinə görə
təşkilatlara özləri minnətdarlığımızı bildiririk, təşəkkür edirik və ümid edirik ki, bu gördüyümüz işlərin nəticəsində biz bu iki ilimizi də sakit, təhlükəsiz, yanğınsız yola verə biləcəyik. İnşallah. Sağ olun. Nəzarət xidməti olaraq vəzifə təlimatımız təyinatından, mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində bütün bina tikili qurğularda və ölkənin, dövlətin bütün növ təbii sərvətini qorumağa borclu olan nəzarət orqanıdır, yanğın nəzarət orqanı. Demək, yerləşdiyi İsmayıllı rayonunun və bizim xidmətdə olduğumuz ərazi yerləşdiyi coğrafi mövqeyə görə hər kəsə məlumdur. Təbiəti zəngin, meşə zolağı bol olan, böyük olan bir ərazidir. Demək, burada da hər ildə olduğu kimi biz yanğınla, meşə yanğınlarla və digər ərazilərin, sahələrin yanğınlarla qarşılaşırıq. Bu yanğın hadisələrinin qarşısını almaq və onların sayını minimuma endirmək üçün Dövlət Yanğın Nəzarət Orqanı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyatı bu bölgə üzrə idarələri, şöbələri, İnzibati İcra Hakimiyyəti orqanları, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr və digər idarə orqanlar, təşkilatlar bu işdə bizə kömək olmalıdırlar. Bunun üçün nə etmək lazımdır? Bax, hal-hazırda bu tədbirin təşkil olunduğu ərazi, meşə, necə ki tədbir təşkil olunduğu üçün oradan yol ki, maşın yolu, yanğın avtomobilinin yaxınlaşması üçün yol. Bax, meşələrə, indi ərazilərdə işləyən yəqin ki, sizlərsiz müəyyən olunmuş yerlər olmalıdır ki, oradan yanğın avtomobillərinin sərbəst hərəkəti təşkil olunsun. Sonra həmin ərazilərdə olan su hövzələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşması və oradan su götürülməsi təmin olunsun. Meşə əraziləri böyükdür, amma orada müəyyən məntəqələr, müəyyən yerlər var ki, orada gözətçi qüllələri olmalıdır. İşçilər orada əraziyə girən, çıxanı, Natiq müəllimin də qeyd elədiyi kimi istirahət məqsədi ilə digər hər hansı şəxsi işlərlə bağlı həmin ərazidə iş görən adamlar maksimum dərəcədə nəzarət altında saxlanılmalıdır və yanğın təhlükəsizliyi üzrə onlar təlimatlandırılmalıdırlar ki, demək, ərazidə açıq alovdan istifadə edəcəklərsə onun alovu necə yandırmalıdırlar, sonra ərazini tərk edəndə onun söndürülməsidir. Bu kimi də yəni bütün yanğın təhlükəsizliyi üzrə və digər təhlükəsizlik qaydaları onlara izah olunmalıdır. Belə, yanğın söndürən balonlar əsasən meşə yanğınlarında bu kimi açıq çöl şəraitində olan yanğınlarda o qədər də effektli deyil. Bunlar ancaq ən çox istifadə olunur tikililərdə, qurğularda. Hal-hazırda burada olan od söndürən balon quru kimyəvi, yəni tozlu od söndürən balondur. Üzərində olan manometr içərisində olan havanın təzyiqini göstərir. İstifadə qaydası çox asandır, tuz, əlcəkdir. Buna üzükdür, çəkdir. Bunu sıxmayacaqsınız. Sıxsaz bu çıxmır. Sakit tutursuz. Bunu çəkdiniz, çıxartdınız. Açıq havada küləyin əksi istiqamətinə, qapalıda fərqi yoxdur. Durdunuz 1 metr yarım, 2 metr məsafədən tutdunuz, əlcəyi sıxmaqla yanğının adından da məlum üzr istəyirəm, adından da məlum ilkin yanğın söndürmə vasitəsi. Yəni maksimum 3-4 kvadrat metrdə yeni alovlanan o yanğınların söndürülməsinə asanlıqla nail ola bilərsiniz. Var bizdə demək karbonlu yanğın söndürən balonlar, onlar istifadə olunur, elektrik avadanlıqları, server otaqlarının olduğu o bölmələrdə, o yerlərdə istifadə olunur. Var bir də deməli köpüklü yanğın söndürən balonlar, onları da mətbəx otaqlarında neft, südlü yağları, bu tərkibli bu cür istifadə olunan bu cür otaqlarda, bu cür yanğınlarda istifadə olunur.
deməli, köpüklü yanğın söndürən balonu tərkibində su olduğuna görə və hər kəsə məlumdur, keçiricilik qabiliyyəti olduğuna görə elektrik təsərrüfatında baş vermiş yanğınlarda onlardan istifadə eləmək olmaz. İndi sizlə demək olar ki, hamımızın siması mənə tanışdır, bu kimi tədbirlərdə olmusunuz, bu sahə üzrə yəni müariflənmisiniz, savadınız, biliyiniz çoxdur. Amma yəni digər belə tədbirlərdə ümumi verilən suallardan birinə mən aydınlıq gətirim. Bunun rənginə və xarici görünüşünə görə çox adam baxır, onun qorxur ondan ki, partlayış təhlükəsi, o söndürən balondur. Yəni onu yüksəklikdən möhkəm səthə sənin lap yaxınından düşsə də 10 metr, 50 metrdən də yəni onun partlayış təhlükəsi yoxdur. Yaş məhdudiyyəti də yoxdur, yəni ki, bunu bu yaşdan bu yaşa istifadə edə bilər, elə bir şey də yoxdur. Belə, ildə 3 dəfə tərkibi yoxlanılır, ildə bir dəfə də tərkibi dəyişdirilməlidir. Sualı sözü olan var. Təşəkkür edirəm, diqqətinizdən. Sizə də müəllim, təşəkkür edirəm, xoş gəlmisiniz. Tədbiri təşkil elədiyiniz üçün də sağ olun, minnətdir. Bir xahişimiz var. Deməli, bu yanğınlar bildiyimiz kimi birbaşa zamanla əlaqəsi olan bir prosesdir. Yəni, istənilən bir böyük yanğın, böyük meşə yanğını və digər yanğın, fərqi yoxdur. Bunların hər biri əslində kiçik bir qığılcımdan başlayır. O yanğınların vaxtında söndürülməsi, onun vaxtında aşkar edilməsi, yəni o zamandan çox asılıdır. Ona görə biz sizdən xahiş edirik ki, qarşılıqlı şəkildə ən azından bu mövsümü, yəni bu yay, isti dövrdə xüsusi nəzarətçilərdən, bələdçilərdən hamısından xahişimiz odur ki, əraziləri nəzarətdə saxlayaq ki, yanğın baş verərsə, onu vaxtında kəşf edək ki, vaxtında müdaxilə edə bilsək, yəqin ki, çox asanlıqla söndürə bilərik. Artıq orada bizə görə ola bilsin ki, az ol görünən bir zaman, yanğın üçün böyük bir zamandır. O zaman ərzində yanğınlar bu mövsümü dövrdə sürətlə genişlənir və qarşısını almaq üçün də çox böyük vaxt, çox böyük güc lazım olur. Bunu sizdən xahiş edirik ki, bu dövrdə bu hadisələri, bu prosesləri güclü şəkildə nəzarətdə saxlayaq. Sağ olun. Tədbirdə praktik məşğələlər keçirilmiş, şərti yanğın yaradılaraq yanğının söndürülməsində müstəsna əhəmiyyəti olan təbii su mənbələrindən su tutarı suyun götürülməsi təmin edilmişdir. Yanğın təhlükəsizlik sahəsində 100 nəfər yanğına qarşı təlimatlandırılmışdır. Üstüne, havlunun üstüne çık, ölsün. Havlunun üstüne, altına yok üstüne. Havlunun kabağı al. İki nəfər də gedin tez. Bu adam götürün gedin, mən nəfər də yapayım. Gəlin, 2 nəfər. Biraz fena, biraz tez geliyor. Aşağıdan attı. Tamam.
Tədbirdə iştirak edən tərəflərin peşəkar fəaliyyəti, fədakarlığı əlbəttə ki, diqqətdən kənarda qala bilməzdir. Bəli, bu cür tədbirlərin ölkəmizdə bütün əyalətlərdə keçirilməsi təqdirə layiq haldır. Təbiətimizin qorunmasına hesablanıb, cəmiyyətimizin qorunmasına hesablanıb. Eyni zamanda hər bir sıravi vətəndaş da belə tədbirlərə öz dəstəyini ifadə etməlidir. Belə tədbirlərdə yaxından iştirak etməlidir. Eyni ilə də bütün dövlət qurumları, hətta sadə vətəndaşların özləri belə maraqlı olmalıdır ki, belə tədbirlərin təşkili tez-tez olsun və ilin bütün fəsillərində yağın təhlükəsini təmin etmək üçün hər bir vətəndaş öz əlindən gələni etməyi bacarmalıdır, buna çalışmalıdır. Doğrudan da bu gün ölkəmiz üçün ən aktual mövzulardan biridir. Bəzən hansısa bir məsuliyyətsiz davranış nəticəsində ərazilərimiz, meşəliklərimiz, yaşıllıqlarımız yanaraq məhv olur və bunun da günahını kimdəsə axtarmaq lazımdır. Hər kəs öz üzərinə düşən belə bir öhdəliyi layiqincə yerinə yetirməlidir və bu məsuliyyəti öz çiyinlərində hiss etməlidir ki, bu vətənin hər bir qarışı hər birimizin doğma yerimizdir, ərazimizdir. Ona görə də əziz insanlar, bu tədbirin də maarifləndirici xarakter daşımasında bir dənə də məna var. O məna ondan ibarətdir ki, hər birimiz bilməliyik və dərk etməliyik ki, bu vətən bizimdir. Vətənin, onun təbiətini, onun faunasını, florasını qorumaq müqəddəs borcumuzdur. Tədbir iştirakçılarına təşəkkürümüzü bildiririk kanalımız adından. Eyni ilə əlaqədar qurumlara, bu tədbirin təşkilində yaxından kömək etmiş, tədbiri təşkil edən təşkilatlara dərin təşəkkürümüzü bildiririk ki, bizi də bu tədbirə dəvət edib, tədbirin işıqlandırılmasına bizə də belə deyək ki, bir yer ayırıblar. Çox sağ olun, bizi izləməkdə davam edin, yayımı bəyənin, paylaşın və çox paylaşın ki, bu daha da çox ictimailəşsin. Təşəkkür edirik, izləməyə davam edin. Aslanlar gəlin. Yukarı at onu, yukarı. Ortalar. Orada yağsın, hava gelin. Sözlü de bunu yiyeyim diyor. Abi 2 metre mesafede diyen malsanda yakın bir. Ha, ben bekliyorum. Sana bu tarzı ki bunda şey oluyor. Sanki yağmur. Hadi onu döküm. Meşanede geçeceğim pis olan yerlere. Montajda əvvəlini tutmasında. Düz gezgən.